İnnovator Podkastının növbəti verilişinə xoş gəlmisiniz. Bugün bizim maraqlı qonağımız var. ADO Universitetinin IT və Mühəndislik Fakültəsinin dosenti Cəmaləddin Həsənov. Cəmal, xoş gəlmisən. Necəsən? Xoş gördük, təşəkkür edirəm. Çox sağ ol dəvət elədiyinə görə. Çox sağ ol. Cəmal, ümumiyyətlə birinci gəl qonaqlar səni tanısın. Ümumiyyətlə ADO, yəni biz səninlə birlikdə kifayət qədər müddət bir telekom operatorda çalışmışıq. Yəni mən səni bir IT və mühəndis kimi tanıyıram və kifayət qədər də professional biri olaraq. Ümumiyyətlə necə oldu ki, sən ADO Universitetində dosent olaraq, yəni belə deyim də korporativ mühitdən əslində hamımız başa düşürük ki, yəni universitetlərdə və s. gəlir o qədər də yüksək deyil. Korporativdə əlbəttə ki, çoxdur. Amma necə oldu ki, sən bu sahəyə gəlmək istədin? Ümumiyyətlə qısa olaraq bu haqqda desən, gözəl olar. Ən çətin sualdan başladın. Yəni bəlkə də digər birbaşa suallara keçsəydim bundan rahat olardı. Bunun çünki böyük bir tarixçəsi var. Dosent birdən-birə olmadım. Dosent 2 ildir ki olmuşam və ondan da 2018-ci ildən ADO Universitetindəyəm mən. Ondan əvvəl qeyd elədiyim kimi Azercell şirkətində çalışmışam 19 ilə yaxın. Yəni bizim orada çox layihələrimiz olub, bir yerdə çox proyektlərimiz olub. Akademiya həvəs PhD-dən başladı. 2007-də elədiyim müdafiədən sonra gördüm ki, həvəs var, konferanslarda iştirak edirdim, məqalələr yazırdım və s. Yəni bu bir istiqamətdə ora gedirdi. Hardasa, nə vaxtsa mən akademiyaya gedəcəydim. Və belə alındı ki, ADO Universitetində təklif gəldi və mən də qəbul elədim. Yəni dediyindən elə çıxır ki, və hiss edirəm və başa düşürəm ki, akademik təhsil sənə daha çox gəlirdən, belə deyim də, maliyyə baxımından daha önəmlidir. Ona görə sən bunu seçmisən. İndi elə buna uyğun olaraq bir ən yaralı yerimizdən biri olan birinci sual yaranır da. Niyə bizim universitetlər 20 il bundan qabaq olduğu kimi demək olaraq ki, eyni qalıb? Əlbəttə ki, bütün universitetlərə bu şamil olunmur, amma yerində qalıblar və ya yerində sayılırlar. Yəni innovasiya baxımından baxdığımız halda heç bir ciddi irəliləyiş yoxdur. Səncə niyə? Birinci hissə ilə bağlı həm razıyam, həm razı deyiləm. Birincisi, akademiya ümumiyyətlə doğrudan gəlirə görə getmək düzgün deyil. Burada dərs demək həvəsi, tədqiqat eləmək həvəsi olmalıdır. Amma o demək deyil ki, akademiya gəlirsiz yerdir. Yəni qərb modelində akademiyada qrantlar olur, layihələr olur, müəllimin verdiyi konsultasiyalar olur. Yəni bu sual həm hədir, həm yoxdur. Amma birinci yox hissəsi gəlir ki, gəlirə görə getmək düzgün deyil. Amma ki, peşəkar layihələrlə məşğul ola bilir və hətta industriyadan daha çox imkanları yaranır. Bu öz yerindədir. İkinci hissəsi ilə bağlı isə bu özün sualın sonunda düzəltdin onu ki, bütün universitetlərdə elədir. Yaxşı olardı ki, o universitetlərdən soruşmaq. Niyə görə onlarda 20 ildə heç nə dəyişməyib? ADO Universitetində bizim hədəflərdən biri sənayenin nəbzindən tutmaqdır. Yəni ki, hər keçirilən dərs sənayeyə uyğun olaraq adapte olunur. Təbii ki, amma nə dərəcədə ayaqlaşa bilirsiniz? Alınırmı ayaqlaşmaq? Çünki indiki texnologiya dövrü özün çox gözəl bilirsən ki, bunun içində çox ciddidən içində olan bir insan kimi, yəni sən bugün yatıb səhər durursa artıq texnologiya 70% dəyişdi. Yəni nə dərəcədə adapte və nəzərə alsaq ki, universitet yəni belə bir balaca bir startap deyildi, hansı ki, səhər durdu, təzədən yenidən proqramı dəyişdi, təzə qayda ilə yanaşdı. Yəni universitetdə bir nəyisə dəyişməyi üçün kurikulum dəyişməlidir, təsdiqlənməlidir və s. ən azı bir il itirirsən. Yəni nə dərəcədə ayaqlaşa bilir? Kurikulumlar elə dəyişmir, amma müəllimin özünün sənayedə nəbzi olmalıdır. Misal üçün, mən özüm dərs deməkdən başqa layihələrdə iştirak edirəm, konsaltansı verirəm, özümü inkişaf elətdirirəm, konferanslara qatırıram və bilirəm ki, IT dünyasında nə baş verir, indiki şirkətlərdə nə baş verir. Bəzi fənlərdə sən qeyd elədiyin var. Misal üçün, mənim bir fənnim vardı, Web and Mobile 2. Kobud desə, back-end proqramlaşdırma. O, hər ilin, deməli, yaz semestrində keçirilir və bu fənnin ən azı 10% hər dəfə dəyişir. İstər-istəməz. Keçən ildə ki, keçirdik, olur ki, artıq bu il aktual deyil, başqa mövzu gəlir. Bunun üçün isə əlaqə saxlanılır. Misal üçün, bəzi dərslərin tərkibi hazırlanarkən əlaqə saxlayıram CTO-larla, komanda liderləri ilə, sənayedən, banklar ola bilir, startuplar ola bilir.
ki, siz hansı istiqamətdə gedirsiniz, nə ilə məşğulsunuz? Bu belə bir texnologiya var. Bunu hələ də istifadə edirsiniz yoxsa yox? Təbii ki, şəxsi praktikamdan da bunu görürəm ki, nələr baş verir, özüm də o işin içindəyəm deyə bu baş verir. Amma bəzi fənlər var ki, onlar nəzəri fənlərdir və onlar olduqları kimi qalmalıdırlar. Onların hətta dəyişməsinin mən çox tərəfdarı deyiləm. Alqoritma anlayışları və s. çox güvənli. Bəli. Klassik fənlər təəssüf ki, bəzi yerlərdə dəyişir. Çox sadə bir nümunə, belə bir müzakirə gedir ki, niyə görə proqramlaşdırmanın əsasları C dilində keçirilir, Pythonda keçirilsin? Bu və bir çox universitetlər o tərəfə gedir. Əslində Python daha çox skript dilinə yaxınlaşır və obyekt yönlü proqramlaşdırması da var. Onun bir çox ciddi şeylər də eləmək kifayət qədər ciddi bir dildir. Süni intellektdə çox aktiv istifadə olunur deyə artıq. Bəli. Və bir müddətdən sonra hamının bildiyi bir dil olacaq o, təbii ki. Amma tiplər yoxdur. Yaddaşla birbaşa işləmək, pointerlər deyək, stackdir, heapdir. Bunlar artıq o C-də olan məsələlər itir. Və bunu da əgər universitet tələbəsi götürməsə ilk kurslarda artıq sonradan gec olacaq. Yəni özəyini götürməlidir o. Bəli. O fən klassik qalmalıdır əslində. Digər fənlər, biz onlarda yuxarı kurs fənləri deyirik, adətən ixtisas fənləri, onların adaptə olması lazımdır, amma qədərincə. Yəni bəzən də universitet çox sənayeyə qulaq asmamalıdır. Burada çox gözəl bir məqam mənim ağlıma gəlir və məni maraqlandırır, hətta narahat edir. Yəni bu daima texnologiya dövrü elədir ki, hər dəqiqə dəyişir və universitetlər də buna ayaqlaşmaq üçün daima nəsə yenilik gətirir, bu əladır. Amma bunlar uşaqlara, yəni hansı ki 18, 19, 20 yaşlı uşaqlara psixoloji necə təsir edir? Yəni bu yəni insan davamlılıq görmür də. Yəni hər gün nəsə dəyişir. Hər gün yenilik baş verir. Yəni və bu insanın psixoloji olaraq gələcəkdə stabil bir insan olmağına mane olmurmu ki? Yəni çünki burada mən biraz insani baxımdan baxıram da. Çünki biz həddi buluğa çatmış insanlar və ümumiyyətlə şirkətdə işləmiş insanlar, biraz puxtələşmiş insanlar, biz bunları normal qəbul edirik. Biz artıq puxtələşmiş bir insanıq, fərdi. Başa düşürük ki, dünya dəyişir, dəyişikliyə hazır olmalı. Amma cavan bir beyin hansı ki, ola bilsin hətta məktəbi sadə bir məhəlləsində olan bir məktəbi bitirib, hansı ki, çox da onu orada öyrətməyiblər ki, inkişafı açıq ol, yeniliklər olacaq və birdən gəlir universitetə düşür, başlayır hansısa dili öyrənməyə, səhərsi və ya bir həftə sonra başqasını öyrədirlər, yox, bunu artıq öyrənmə və s. Bu nə dərəcədə düzgündür ümumiyyətlə? Yəni, biz hal-hazırda artıq yəni, texnologiya və dövrün tələbini qoyuruq bir qırağa, yəni insanın bir fərd olaraq inkişafında bu nə dərəcədə problem gətirir? O ümumiyyətlə düzgün deyil. Ondan başlayaq. Yəni qeyd elədiyin kimi proqram var, 4 illik proqram. Məsəl üçün kompüter elmləri, IT üzrə, kompüter mühəndisliyi üzrə, elektronik mühəndisliyi üzrə bu proqram var, 4 ilinə keçiriləcək. Orada dramatik dəyişikliklər edilmir ümumiyyətlə. Hansı fənlər olacaq, hansı ardıcıllıqla. Müəyyən bir illərdən bir onlar dəyişikliklər baxılır ki, bu fən artıq bunu ilə yeniləmək lazımdır. Bu yeni bir şeydir. Misal üçün FPGA-lər gəldi. Onlar haqqında ayrı bir dərsin artıq keçirilməsi. Çünki bütün blockchain texnologiyası onların üzərindədir, yüksək hesablamalar və s. Mikroprosesorlardan əlavə FPGA-lərin keçirilməsi əlavə bir fən kimi ehtiyac yarandı ondan. Amma ki, o proqrama dramatik dəyişikliklər edilmir. Biz əksinə tələbələrə çalışırıq uyğunlaşaq. Mən ADA Universitetinin burada olduğum misal olaraq özümdən danışım birinci və nümunə olaraq nə baş verir bildiyim üçün çalışırıq ki, yeni texnologiyalara, yeniliklərə və tələbələrin davranışına uyğunlaşaq. Mənim özümün bir çox praktikalarım var. Misal üçün tələbələr deyir ki, bu nə maraqlı bir şeydir. Bunu necə, misal üçün öz ev tapşırığını rekord eləyib, video rekord eləyib, öz üzü görməklə, həm də gördüyü şeyləri eləməklə, həm screen recording, həm də ki, özünü rekord eləyir, submit eləmək. Formal, köhnə qaydada hər hansı bir ev tapşırığını eləyib yollamaq əvəzinə, o artıq video kontent yaradan bir tələbə kimi olur və mən də öz hansı problemi həll eləyirəm? Cheating problemini. Mən görürəm ki, işi görən budur, mən görürəm ki, bunun skrinini görürəm və izahat tələb olunur bütün gördüyü iş üçün. Artıq yeni bir mərhələyə də gəlmişəm. Onun elədiyini artıq AI vasitəsilə yoxlayıram. Həm səsləndirmədən, skriptdən, həm də ki, video actionlardan bu il elə bir eksperiment elədik. Yəni,
həm onlar üçün maraqsız olmur, həm bizim özümüz üçün maraqsız olmur. Misal üçün digər bir elədiyimiz eksperiment, şəxsən mənim elədiyim eksperiment ChatGPT-nin istifadəsidir. Bütün müəllimlər qorxur ki, birdən tələbə ChatGPT-dən istifadə eləyər. Amma nədə? Yəni suala cavab tapmaqdanmı yoxsa? Tapmaqda. Mən onu əks tərəfə fırladıram. Deyirəm ki, bu sənin ev tapşırığındır. Birinci onu ChatGPT ilə həll elə. Sonra ChatGPT-nin verdiyi həlli tənqid elə öz nöqteyi nəzərindən ki, o nəyi səhv eləyib. Bu artıq bilməyi Elə bil ki, qallüsinasiya verib sənə, sən onu başda ona... Bəli, ola bilər ki, tam düz sorğulama deyib və adam, yaxud da ki, öz həllini ver hökmən. Birinci öz həllini təqdim elə. Ola bilər ki, yaxşı olmasın. Sonra ChatGPT-nin həllini istə. İkisinin müqayisəsini elə. Süni intellektə çox gözəl gəldin. Elə növbəti sualım süni intellektə aiddir ki, bu süni intellekt kifayət qədər artıq inkişaf edib və çox inanılmaz nəticələr artıq çatıb və bundan da o tərəfi olacaq. Amma universiteti əvəz edə bilərmi artıq? Yəni bildiyimiz hər şey edir də, yəni real olaraq baxsaq məsələyə, yəni bu lazım olsa mühazirə də deyə bilər, lazım olsa sənin egzamini, imtahanlarını keçirib yoxlaya bilər, düzgün cavablandıra bilər, hətta lazım olsa proqrama qoşacaqsan, insanın cheating eləyib etmədiyini də yoxlaya biləcək. Yəni insanın, yəni müəllimin etməyə bacardığından 3 qat artığını edə bilir. Amma dəyişilə bilərmi artıq və ya lazımdırmı buna? Və hətta maaş almadan. Bəli, hətta maaş almadan. Ya da cüzi maaş olaraq. Sadəcə enerji resursunun pulu çıxmaqla. Əslində onu əvəz eləməyəcək yaxın dövrdə. Müəyyən bir səbəblər var. Mən psixoloji tərəflərə getmək istəmirəm. İntellekti əvəz eləyə bilər AI yoxsa yox, o tərəfə getmək istəmirəm. Süni intellekt əvəz eləyir öyrənmə vasitələrini. Mənim təhsil aldığım vaxtı, biraz da ondan əvvəl belə bir sorğu kitabları var idi. Misal üçün, loqaritmik xəttkeş var idi. Fizikada hər hansı bir əmsalı öyrənmək üçün kitab açırdıq. Kitabda o spravочник deyirdilər də, sorğu kitabları. Baxırdıq ki, filan şeyin əmsalı budur. Cədvəllər olurdu, baxırdıq o cədvəllərə. Sonra Stack Overflow çıxdı suallar üçün, Wikipedia çıxdı və indi artıq o işi daha rahatlaşdırıb, ChatGPT-dən soruşmaq olar, digər LLM-lardan soruşmaq olar ki, mənim belə bir sualım var, bunu almaq istəyirəm və sorğu kitabçası olaraq o məlumat verə bilər. Yaxud da ki, hər hansı bir kitabın, belə deyək, bir fəsilini, belə deyək, konspekt eləyə bilər. Bu işlərdə böyük bir, belə deyək, irəli addım olacaq və olur da. Burada inanıram olacaq, amma müəllimlik, burada texnologiyadan başqa, texnikadan başqa incəsənət də var. Yəni, qarşında 50 tələbə oturursa, hərəsinin öz qavrama qabiliyyəti var, hərəsinin öz düşünmə tərzi var, hərəsinə öz yanaşma var və yaxşı müəllimi pis müəllimdən fərqli eləyən məhz budur ki, o tələbələrlə necə individual işləyə bilir. O sahədə inanmıram. Bəlkə də adaptiv bir sistemlər gələr. Yəni qısqanclıq nöqteyi nəzərindən demirəm, amma ki inanmıram ki onu o səviyyədə eləyə bilən LLM bu dəqiqə var. Bu arada bayaq Stack Overflow-dan danışdın. Bugün mən LinkedIn-də bu ilə bağlı post etmişdim ki, Stack Overflow-daki requestlərin sayı 2008-ci ildəki vəziyyətə qədər düşüb. Bu ChatGPT çıxandan sonra, yəni insanlar artıq ora müraciət etmir sualla, bilavasitə ChatGPT-yə müraciət edir və ya hansısa AI toollarına müraciət edir ki, sual soruşsunlar. Növbəti sualım, yaxşı, bunu qoyaq bir qırağa. Bəs müəllim mühazirə versin və ya YouTube-dakı kanallardan təlim alsınlar. Yəni hansı daha rahatdır? Yəni mənə şəxsən desən, ümumiyyətlə indi hər bir insanın belə hissiyat yanaşması var da. Misal üçün mənə rahat öyrənmək, əgər mən nəyisə öyrənirəmsə, yəni mən bunu qavrayıb öyrənməliyəm. Mənə o daha rahatdır YouTube. Yəni mən oradan baxıram. Yəni müəllimin deməyində mən daha çox əziyyət çəkirəm. Amma misal üçün nəyisə istəyirəm ki, bir mütaliə eləyim, o halda da mənə fiziki kitab oxumaq daha rahatdır. Yəni YouTube-a baxdığım halda mənə o yenə də tam beynimə girmir. Amma fiziki oxuyanda tam beynimə, yenə də yəni hər iki halda mənim halımda. Yəni müəllimdən dinləmək mənə axırıncı planda gəlir. Bəs indiki dövrdə səncə ümumiyyətlə də sən də bir yəni professor, dosent olaraq, yəni sənin düşüncən necədir? Əslində bu özünü doğrultmuş bir sistemdir. Xan Akademinin elədiyi inqilabı bilirik. Yəni ki, öz səhv eləmirəm, bacısı qızı üçün yazdığı bir rekordlar çox populyarlıq qazandı və sonradan çox geniş vüsət aldı. Demək olar ki, bütün fənləri indi əhatə eləyir. Və insanlar da
müəllimə ola bilər ki, gələsiz dərsə, deyəsiz ki, bu gün yorğunam, başım ağrıyır, amma müəllim də nəsə danışır, bu dərs getdi. YouTube-da elə şey yoxdur. Ümumiyyətlə onlayn dərsdə Udemy olsun, Khan Academy olsun, fərqli olsun, edX olsun, Coursera olsun, fərqi yoxdur. Orada öz qurduğun vaxta görə self-paced deyirlər. Ona uyğun gedirsən. Bu gün vaxtım var, bu gün öyrənmə həvəsim var, yaxud da ki bir iclasım var. Saat 7-dən sürüşdürürsən onu saat 9-a. Rahat bir şəraitdə, özünə rahat olan bir şəraitdə öyrənirsən. Bu təbii ki, özünü doğrultmuş bir sahədir. Yanaşma. Bəli, bu özünü doğruldur. Amma kurs səviyyəsində və xüsusi kurslar səviyyəsində. Bir şey Amma ki... onu çox üzr istəyirəm, sözü kəsirəm. Yəni bu diskusiyada eyni məntiqi nəyə görə universitetləri etmir? Yəni misal üçün Camal çıxır hər hansı bir dərs mühazirə deyir. Onu video çəksinlər, YouTube-a yükləsinlər. YouTube-a deyəndə ki, sizin intranet var, sizin universitet. Girsinlər uşaqlar istədiyi vaxtı və vaxt versinlər. Misalda yəni 1 ay və ya 15 gün. Vaxtın olanda özünü yaxşı hiss eləyəndə gir bax, pauzaya bas, davam elə. Niyə bunu etmirlər? Yəni bu maliyyə baxımından sərf etmir, yoxsa bunun başqa bir səbəbi var? Səbəb var əlbəttə. Kommunikasiya formatından. Onlayn video sual vermək olmur, bəli. Və məhz o cəhətdən mənim və tək mənim yox, bütün müəllimlərin eyni dərsi iki fərqli vaxtı keçəndə fərqli olur. Çünki fərqli yəni, suallar olur ki, gəlir. bir sual gəlir, mən 40 dəqiqəlik haşiyəyə çıxa bilirəm. Praktikamda olan bir haldan danışa bilirəm. Bəlkə onlayn video çəksəydim, heç onu danışmayacaqdım. Yaxud bir tələbə gəlib elə bir şeydən sual verə bilir ki, o mənim diqqətimi çəkir və onu daha geniş izah edirəm və məhz o həmin auditoriya lazım olur. Bax, bu onlayn kurslarda yoxdur. Yəni kommunikasiya fərqi. Əgər insan riyaziyyata baxırsa, tutaq ki, xətti cəbirdir, kalkulusdur və s. Əgər istəyirsə ki, özü başa düşsün, baxsın, misallar eləsin və özü də bunu qavrayacaqsa, onlayn dərs əladır. Yaxud da ki, onlayn piano dərsi götürür. Amma mühəndislikdirsə, hardasa sənin praktikan olmalıdır, qurğu ilə işləməlisən, laboratoriya olmalıdır. Sənə mühazirəni keçmiş müəllim həm də laboratoriyada keçdiyinin praktikasını göstərməlidir. Burada artıq heç bir kurs yaramır, heç bir AI yaramır. Orada müəllim mentorship olmalıdır. Lap qədimdə bu daha düz idi. Bir tələbəyə bir müəllim olurdu. Yəni orta əsrlərdə o hər bir adam təhsili özünə imkanı olmayanda atası gətirirdi, deyirdi ki, bax mənim oğlumdan məşğul ol. Həmin adam da Biruni kimi, yaxud da ki, hər hansı bir İbn Sina kimi həmin adamı uşaqlıqdan yeniyetməliyə, böyüyə qədər öyrədirdi. Astronomiyada keçirdi, fizikada keçirdi. O çox bahalı idi və vaxt aparırdı və ümidlər də böyük idi ki, bu adam böyüyüb alim olacaq. İndi amma daha kütləviləşib o, amma iki tərəfli ünsiyyət var. Öyrənməklə, etməklə öyrənmək, learning by doing var, yenə də var. Yəni universitetlərin verdiyi laboratoriyalar, praktikalar, internshiplər var və onların rolu oradadır. YouTube videosu heç kəsi internshipə göndərmir. Çox qəşəng, çox əla cavabdır. Həqiqətən də səninlə razıyam ki, çünki müəllimlə olanda nə qədər də bizə rahat olmasa, amma sənə maraqlı olan bir fənnə gedirsə hər hansı bir mühazirə, sən orada həqiqətən də səni maraqlandıran sualı verib və istədiyin kimi cavab ala bilərsən, hətta ikinci dəfə soruşa bilərsən. Eləmi? İndiki mövcud vəziyyət belədir ki, artıq universitetlər adi bildiyimiz klassik universitet ola bilməzlər də. Artıq inkişaf etməlidirlər, hansısa fərqli yönlər seçməlidirlər və s. Universitet ümumiyyətlə startup fabrika ola bilərmi? Çünki zaten əgər texnologiya fənni üzrə bir universitetdirsə, əsasən texnologiya yönümlü bir universitetdirsə, onların bilavasitə tələbələri də çox kreativ bir insanlar olur, innovativ bir insanlar olur. Daima nəsə yaratmaq istəyirlər. Elə startup fabriki ola bilərmi universitet? Əslində burada mənim fikrim ayrılır öz həmkarlarımdan, trendlərdən və s. Mən hesab edirəm ki, tələbələr çox da startupa getməsələr yaxşıdır. Çünki startupa gedən adam, xüsusən də tələbə, öz bildiyinə məhdudlaşır. Öz biliyinə, yəni indiyə qədər nə görübsə, onu da tətbiq eləyəcək. Amma ona görə deyirəm ki, ilk gedin işləyin hardasa 2 il, 3 il. Bilin şirkətlər necə işləyir? Yəni tək texnoloji deyil, böyük bir şirkətlərdir. Xüsusən
iri miqyaslı şirkətlərdə işləyəndə adam görür ki, procurement necə işləyir, finans necə işləyir, logistika nədir, supply chain management nədir? İşçiləri necə idarə etmək Bəli, olar? işə götürür ən azı, neçə intervyuda iştirak eləyir özü, baxır və gördükcə götürür bunu. Və həm deyirəm o vaxta qədər bir maddi baza yığın, bir qədər pul qırağa qoyun və təcrübə yığın. Sonra 3-4 ağıllı adamla yığışın, startapınızı eləyin. Tələbələri startapa qurmaq maraqlı bir şeydir, amma nəzərə alaq ki, startapların neçə faizi uğurlu olur və o cəhətdən mən hesab edirəm ki, universitetlər sənaye ilə sıx işləsələr yaxşı olar. Yəni böyük şirkətlərdir, zavodlardır, fabriklərdir, istənilən bir sahədə. Amma sənayilər də bunlara güvənməlidir də. Yəni indi bilavasitə biz indi hal-hazırda bizim ölkədəki olan belə deyim də yanaşmanı deyək ki, nə startaplara, nə tələbələrə, nə internlara o qədər də güvən yoxdur. Deyirlər ki, bunlar uşaqdır, buna mən nə güvənib, nə edə bilərəm. Amma xaricdə yanaşma fərqlidir. Əksinə onlar başa düşürlər ki, elə o təmiz beyinlər, yeni beyinlər nəsə yenilik gətirə bilərlər. Yəni burada industri hazır olmalıdır. Buna ki imkan verməlidir. Ən azı bir test olaraq, POC olaraq gəl bunu et və ya bundan başqa bunun digər tərəfi də var ki, industri problemini deməyə bacarmalıdır ki, misal üçün mənim belə bir challenge-im var, problemim var ki, bunu ortaya qoyum ki, gəlin bunu düzəldin. Yəni bunlar amma yoxdur axı. Amma o tələbəyə inanmaq yox, daha çox professora. Yəni əslində müəllimlər o qədər güclü olmalıdır ki, indi mən hiss eləyirsənsə, həm bu tərəfə keçirəm, həm o tərəfə keçib danışıram. Həm buradan müdafiə olunuram, həm oradan hücum edirəm. Amma bəli, müəllimlər də güclü olduqda, burada iki tərəf var. Təbii ki, müəllimlər ölkədə ən güclü mütəxəssislər olanda sənaye onlara tərəf gəlməlidir. Amma bizdə o çatışmazlıq da var. Mən özüm kifayət qədər danışıram. Bir çox nazirliklər, bir çox idarələr var ki, çox açıqdılar. Misal üçün, dəfələrlə müraciət edirlər. Misal üçün, Kənd Təsərrüfatı Nazirliyini deyə bilərəm, agroinnovasiya, yəni nazirliyin altında real innovasiya ilə məşğul olan təşkilat var və böyük də işlər görürlər və onlar bizdən tələb eləyir. Startapçılar tələb eləyir, tək bizdən yox. Öz belə deyək, sərgilərində bütün universitetlərdə alınan startapları göstərirlər. Sonra çox maraqlı işlər görürlər. 5-ci nəsil greenhouse-lar, parniklər var. Mən deyərdim ki, bu dəqiqə ən çox texnoloji inkişaf eləmiş naziri onlardır. Azərkosmosun çox maraqlı işləri var. Amma təəssüf ki, bizim gözümüzün qabağında gördüyümüz inkişaf etmiş sənayilər, misal üçün banklar, heç universitetlərlə çalışmağa maraqlı deyirlər və problemləri də çoxdur. Banklar ümumiyyətlə innovasiya açıq deyirlər. Yəni hal-hazırda banklar arasında mübarizə ancaq cashback mübarizəsidir. Yəni fərqli xidmət təqdim etməyə o dərəcədə açıq deyirlər. Bəli. Heç bir bankı mən tənqid etmək istəmirəm. Ona ayrı veriliş lazımdır. Amma bəli, bu AI və data science sahəsində yaratdıqları qıtlıq, süni qıtlıq deyərdim. Amma onun qarşılığında çox ciddi computer science köklü problemləri var, IT sahəsində problemləri var, həm effektivlik, həm processing nöqteyi nəzərdən. Amma heç birində, hətta tanıdığım adamlar belə var, deyirəm ki, atın o problemi bizi tərəfə, bəlkə biz nəsə tapdıq və sizdən də heç bir şey istəmirik. Amma bayaq çox düzgün qeyd elədin ki, o problemi formalaşdırmaq lazımdır, müəyyən bir formada demək lazımdır və onu KPI-ları, hansı halda bu yaxşı olacaq, bu işə kim nəzarət edəcək, bu proses olmadığı üçün və bu scope olmadığı üçün, bu vision olmadığı üçün oradan çox da bir şey mən özüm gözləmirəm. Burada bu innovasiyaların inkişaf etməsi ilə və süni intellektin inkişaf etməyi ilə bir sual ortaya çıxır ki, imtahanlar ümumiyyətlə lazımdırmı? Çünki artıq hər şey bacarıq əsasında qurulub da. Əvvəllər biz bilirdik ki, düzdür bizdə ölkədə yenə də müəyyən qədər tələb var ki, sən universitetdəki diplomunu gətir və s. Amma hətta bizim ölkədə müəyyən qədər şirkətlər, xaricdə isə demək olaraq çoxsu bacarığını yoxlayır. Yəni deyir ki, mən sən filan işə götürürəmsə, sənə hər hansı bir case verir ki, bunu yerinə yetir və mənə izah elə.
bacardınsa çox gözəl, mən səni işə Bəli. götürürüm. Day mənə lazım deyil ki, misal üçün bu proqramlaşdırma dilinin ilk dəfə yaradıcısı, banisi kim olub və s. bunu cavab verə biləsən də. Yəni mən çox şərti dedim misal Bəli. olaraq. Yəni ümumiyyətlə indiki dövrdə imtahana ehtiyac varmı? Yəni universitetlər nəyə görə bacarıq əsasında bir competition ya bir yarış eləmir misal olaraq. Bəli. Yarışda bir iş vermir onlara. Sırf bütün müddət ərzində, misal üçün birinci semestr ərzində öyrətdikləri hamısını yığmır bir proyektə belə deyək. Bəli. Vermir ki, misal vaxt olaraq hakaton kimi və necəsə də indi fərqli olaraq. Yerinə yetir, bacarığını göstər və qiymətini al. Bəli. Bu niyə görə belə edir? Var elə bir şey. Bizim qanunvericilikdə də, təhsildə də var. Buna diplom işi deyirlər. Bizdə senior design project deyirlər. Bəzi universitet capstone deyir ona. 2 semestr olur. Tələbələr indi hal-hazırda qrup formasında çalışırlar. Mənim misal üçün bu il 5 diplom layihəm var idi. Birini elə bayaq görüşdən əvvəl qeyd elədiyim və o diplom işinin qayəsi ondan ibarətdir ki, onlar 4 ildə öyrəndiklərini nümayiş elətdirməlidirlər. Bu var, amma imtahan da yenə də olur da. Düz deyil. Orada imtahan olmur. Proyekt nümayiş elətdirirlər. Orada həftəlik reportları olur onların və sonda presentation eləyirlər. Yəni düzəltdiyi şeyi göstərirlər. Hər bir tələbə ya tələbə qrupu öz supervisoru ilə bir yerdə işləyir. Müəllim öz qiymətlərini verir həftəlik reporta görə. Orada dediyim kimi hər şey nümayiş elətdirməlidirlər. Programmingdən nəsə yazmalıdırlar, project managementdən Trello-da ya hər hansı bir sistemdə Jira-da oturub onu planlaşdırırlar, öz sprintlərini düzəldirlər. System analysis dizayndan tutaq ki, mock-uplar, zadlar düzəldirlər, skrinlər düzəldirlər. Sonra biznes proses modelinə baxırlar, IT nöqteyi nəzərindən deyirəm, yaxud da ki, hər hansı bir qurğu düzəldirlər. Və ən sonda, semestrin sonunda bunu müəllim heyəti qarşısında və qonaqlarımızı da dəvət edirik. Yeri gəlmişkən sənayedən və ADA Universitetində belə bir tələb var IT və mühəndislikdə ki, hər diplom işi real bir iş olmalıdır. Bayaq qeyd elədiyim kimi, hansı ki, real tələbatlı bir iş olmalıdır. Bəli, kimsə çıxıb deyə bilməz ki, mən bir veb-sayt düzəltmişəm. Burada düyməni basanda orada yaşıl işıq yanır. Sual odur ki, bu kimə lazımdır? Ən azı kimsə əyləşib deməlidir ki, mənə bu maraqlıdır. Nümunə gətirə bilərəm. Bankları əgər tənqid eləyiriksə, həm də tərifləmək lazımdır. Bir banklardan biri demişdi ki, mənim bonus sistemi, yəni dostunu gətir və ona görə bonus qazanı istəyərəm ki, bir tələbə qrupu eləsin. Orada çox detallar var idi və sonda da baxmaq istəyirlər ki, alınsa inteqrate eləyərik. Bu çox gözəl bir model oldu. Və belə sifarişlər gəlir Fövqəladə Hallar Nazirliyi ilə işləyirik, Daxili İşlər Nazirliyi ilə. Məndə olan qruplardan biri Bakıdakı tıxac problemləri ilə məşğul idi. Simulyasiya olunmuş sistemdə NİİM-lə bir yerdə çalışırdıq, təbii onların dəstəyi ilə. Deyəsən düzəldə bilmədilər amma. Bu gərək artıq işin ikinci hissəsidir ki, biz gərək sənaye ilə artıq işləməyə başlayaq. Və bizim gördüyümüz işin, biz təbii ki, nəzəri olaraq orada göstərmişdik, xüsusi bir yerdə Bakıxanov küçəsinin kəsişmələrini nəzərdə tutmuşduq orada. Yəni, bu dediyin diplom işidir. Amma imtahan lazımdırmı? Lazımdır. Mənim dərslərim 3 komponentdən ibarət olur yoxlamaq üçün. Quizlərdir. Həftədə bir dəfə quiz salıram ki, məcbur olub bu həftənin dərsini oxusunlar. Əks halda hamı imtahana salır. F tapşırıqlarıdır. F tapşırıqlarının hədəfi praktikadır. Kimdən istəyirsən get soruş, nə istəyirsən elə, necə istəyirsən öyrən, qrup şəklində, amma elə. Bu yəni eləməkdir. Verilənlər bazadısıdırsa nəsə yaradır, optimallaşdırır, sorğunu nəsə bir praktika eləyir. Burada çox vaxt verilir. İmtahan isə nəzəri biliklərin yoxlanmasıdır ki, təbii ki, sən qeyd elədiyin kimi tarixi biliklər deyil orada ki, nəzəri hissələrdən müəyyən nöqtələrdir ki, nəyi ki yoxlamamışam F tapşırığında, amma buna gələcəkdə bir mütəxəssis kimi kömək eləyə bilər. Diplom rol oynayırmı? Mənə kimsə gəlib desə ki, mən Stanfordu bitirmişəm, təbii ki, onun bu sözü mənə rol oynayacaq. Mən biləcəm ki, o nədən keçib. Çox maraqlıdır. Bəs indi bu bayaq da dedin də ki, siz proyektlər verirsiniz, proyektlər edirlər uşaqlar, çox gözəldir, bu əladır. Bəs bunların arasında real biznesa çevirmək niyə alınmır? Ümumiyyətlə olubmu sizdə real biznesa çevirən? Bu birinci sual. Amma hətta olubsa da
faizi bilirəm ki, çox-çox aşağıdır. Səbəb niyədir ki, yəni burada bu düşüncə tərzimidir ki, bu məndə universitetdir, tez bunu verim, bitirim, canım qutarsın, deyədir yanaşma belədir. Yoxsa yəni ola bilsin ki, universitetdə biznesin əsasları da öyrənilməlidir. Bəlkə də öyrədilir, bilmirəm. Sadəcə soruşuram ki, yəni yaratdığın ideyanı çox gözəl, bəs bunu necə komandaya formalaşdır, şirkətə formalaşdır, biznes et, müştərilərə necə satış et. Bəlkə bunu öyrətmirlər deyə belədir. Ümumiyyətlə nədir səbəb? Əslində bunun cavabını sən məndən yaxşı bilirsən. Bir startup ekosistemindən xəbəri olan adam kimi, yəni ən kobud görsənən demək olar ki, Azərbaycan bazarıdır. Yəni daha çox Bakı bazarıdır. Yəni bir şey ilə eləyəcəksənsə bu bura çıxacaq. Və dil məhdudiyyəti, coğrafi olaraq çox böyük bir əraziyə birdən-birə çıxa bilməmək məncə bunun səbəblərindən biri ola bilər. Yəni sən özün məndən yaxşı bilirsən ki, adətən Avropada belə deyirlər ki, əgər startup eləmək istəyirsənsə get Kaliforniya. Yəni orada işıq sürəti ilə genişlənmək olur. Əgər bu genişlənmə, böyümə aylarla çəkmirsə, illərə çevrilirsə, uzun bir 3 ilə 5 ilə, o startup zaman keçir, texnologiyalar dəyişir və s. Bizdə olub, təbii ki, məhsul formasına gələndə olub. Uşaqlar deyiblər ki, biz bunu eləmək istəyirik. Hətta 2 raundu keçən müəyyən bir inkubasiya, lokal inkubasiyadan 2 raundu keçən və pul alanlar da olub. Amma təəssüf ki, burada nə uşaqları, nə o inkubasiya mərkəzini günahlandırmaq olmaz. Məsələ belədir ki, birdən-birə partlamaq üçün bəlkə də bizim target audience deyirlərdi, o çox azdır, çox kiçikdir. Yəni müraciət edəcəyinin bazar çox balacadır, yəni onu demək istəyirsən. Yəni taksi xidmətini deyək də, bu qədər Azərbaycanda hər kəsin bildiyi bir şeydir. Kiminsə bir taksi xidmətini yaradıb burada partlatmağına xeyli çox vaxt gedəcək. Birincisi yeri gəlmişkən, orada elə texnologiyalar və biliklər tələb olunur ki, onu YouTube-la öyrənmək olmur, onu universitetdə öyrənmək lazımdır. İkincisi də onu etmək üçün bir poligon olmalıdır ki, kimlərlə əvvəl işləməlisən, proof of concept olsun, 5 taksi olsun, 10 taksi olsun, maliyyə institutlarını cəlb eləyə biləsən bura, pulun alınması, verilməsi və s. Ondan sonra böyüyəsən. Bizdə indi olan taksi şirkətlərinin hardan gəldiyi və necə böyüdüyünü bilirik. Yəqin ki, coğrafi ərazi böyük rol oynayır. Bu mənim düşüncəmdir, subyektiv. Əla, çox gözəl, amma bir məqamı bir dənə biz buraxdıq ki, bəs universitetlər bizneslə bağlı nəsə öyrədirlərmi? Yəni, okeydə startup elədiniz, yəni belə deyim də, Azərbaycanda startup etməyə dəyərmi, sualı versən mənə, dəyər baxır hansı startup edirsən, amma bəli, əlbəttə ki, sən startup edirsənsə, mütləq qlobal fikirləşməlisən, çünki ölkə bazarı o dərəcədə balacadır ki, və sən yaratdığın xidmət də çox güman ki, artıq ya analoqu var, yəni belə də startupda belə bir deyim var ki, sən sıfırdan belə deyim də tortu yaratmamalısan. Sən mövcud tortdan bir payını götürmək daha asandır. Çünki sıfırdan və mövcud bazar da o dərəcədə balacadır ki, yəni sən oradan balaca tortu götürməyin çox az məbləğ edir. Yəni o dəymir buna. Elədir. Amma okey, etmək olar. Amma bunu etmək üçün də universitetlər bunları bu yola buraxanda da bu yola çıxmaqdan öncə necəsə bir biliklər verirlər ki, bu biznes bilikləri, maliyyə bilikləri, şirkətləşmə və s. Bununla bağlı bir biliklər ümumiyyətlə sırf elə AD Universitetdən göstərək ki, belə bir dəstək olunurmu? Dərslər verilir. Var. Startupla bağlı da müəyyən tədbirlər olur, amma bundan başqa IT və mühəndisliyin tələbələri mənə yaxınlaşanda mən daim belə bir məsləhət eləyirəm ki, komandanıza bir nəfər School of Business-dan qatın. Biznes məktəbindən. Çünki onlar procurementdir, logistikadır, financial feasibility-dir, hesablama. Ümumiyyətlə, bir şirkət necə yaranır, bir A nöqtəsindən B nöqtəsinə necə gedir, onu yaxşı bilirlər. Və məhz belə olan ideyalarda mən görmüşəm ki, o uşaqlarda daha yaxşı alınır. Hansı ideyalarda ki, bir nəfər heç olmasan School of Business-da var, yaxud da ki, School of Business yaradıb, amma IT və mühəndisliyin uşaqları orada iştirak edib. Bu tandem ola bilər. Amma IT və mühəndislikdə
o dərslərin keçirilməsi, bəli, bizdə var. Tutaq ki, IT Project Management, necə IT layihəni aparmaq lazımdır. System Analysis and Design keçir onu. Production and Operations Management göstərir ki, bir məhsul necə buraxılmalıdır productiona və sonra ona necə baxılmalıdır. Budgeting və s. yəqin. Bəli, orada idarə etmə, IT tim necə idarə olunmalıdır. Amma ondan o biri tərəfə keçilmir və keçilməməlidir. Çünki onu tədris edən başqa bir fakültə var. Tələbə gedib onu, bizdə seçmə fənlər var. Siz gedib o fənləri seçə bilərsiniz və bizim bəzi IT tələbələr gedir mikroekonomikadır, yaxud da ki, marketinqdir, yaxud da ki, digər kommunikasiyadır, istədiyi fənləri götürə bilirlər. Bəli. Elə burada dediyindən bir sual mən də formalaşdır ki, bu biz müəyyən qaydaya uyğun olaraq uşaqları öyrədirik. Yəni, bayaq elə qeyd etdiyin kimi, hər hansı bir layihəni idarə etmək, IT komandanı idarə etmək, amma sən məndən də gözəl bilirsən ki, biz fərqli yerlərdə işlədiyimizdə görürük ki, yəni kitabda və dərslikdə yazılan reallıqlar bazarda olan reallığa demirəm tam fərqlidir, amma müəyyən qədər fərqlidir. Və bu nə dərəcədə düzgündür ki, yəni biz bunu çox bir halda bilsən niyə mən bənzədirəm? Mən çox halda startap məsələsində bu inkubasiyada və akselerasiyada və ya təlim verənlərdə hər zaman deyirəm ki, sizi Eric Rice'ın Lean Six Sigma kitabı ilə öyrədirlər. Hansı ki, o Amerikada, Amerikanın düşüncə tərzinə uyğun olaraq yazılmış bir kitabdır. Onun bizim mentalitədə və bizim düşüncə tərzimizə heç bir halda uyğunlaşmır. Yəni o ilə verilən təlim o deməkdir ki, siz burada 90% hallarda fail olacaqsınız. Çünki bizdə yanaşma tərzi fərqlidir. Eyni olaraq da mən onu sual vermək istəyirəm ki, bu idarə etmə və s. xüsusi hansı ki məqamlar bizdə biraz fərqlidir. Onu belə deyim də, loru dildə desək, Azərbaycanlaşdırılıb öyrətmək daha düzgün olmazmı? Və ya həmin uşaqları real olaraq bilirəm, şirkətlər buna icazə vermirlər. Sadəcə bir sual olaraq, yəni gəl fikirləşək ki, həmin şirkətdə bir iştirakçı olaraq bunu öyrənməyə nə dərəcədə daha effektiv olar səncə? Amma çünki bilirsən nəyə görə mən gələm? Çünki çox bir halda biz görmüşük, əsasən də güclü universitetdə oxuyan uşaqlar gəlir sənin komandana düşür, başlayır standart prosedurla hər şey deyir. Bu belə olmalı, bu belə olmalıdır, bu belə olmalıdır. Amma biraz addımlayanda reallıqda gör ki, bunu burada nəzərə almırlar. Bu burada olmasa da olar. Bu ümumiyyətlə vacib deyil, sırf burada və onda da o belə deyir ki, mən o 4 il oxuduğum bilik sən demək gərəksiz olub və ya mənə səhv məlumat veriblər. Yəni bunun mübarizəsi necədir? Əslində əks fikir də var ki, yəni bir şey ki özünü doğruldub, onunla getmək lazımdır. Yəni heç bir halda istisna və lokal belə deyək də şəraitə uyğunlaşmaq olmaz. Yəni misal üçün beynəlxalq bir bank sistemi var. Azərbaycan bankları heç vaxt Azərbaycanlıya uyğun bank qurmazlar. Yəni ki, təbii ki, müştəri xidmətləri uyğunlaşa bilər, amma fikir verdiyin kimi call center belə o formallığı saxlayır. Yəni ki, heç kəs belə deyək, familiar formada müştəri ilə danışmır. Yəni düz yol odur əslində. Yəni ki, kitab cümləsi, ona görə best practice-lər gəlib. Bir şirkətlər ki, onu ignor edir. Amma bir də çox üzr sözü kəsim. Call center'da elə mən özüm call center'dan çıxmış bir insan olaraq mənim yadımdadır vaxtı ikən call center'larda tələb oydu ki, çox rəsmi dildə danışın müştəri ilə. Amma vaxt getdikcə belə deyim də artıq konsepsiya dəyişdi ki, müştəri yönümlü olun. Çalışın sizi başa düşmürsə, misal deyirəm də, şərti deyirəm, şəkil hərəkətində danışırsa və sizi başa düşmürsə, çalışın biraz loru dildə deyin də. Yəni belə də yanaşma var. Ola bilər. Amma yenə deyim, müxtəlifdir. Azərbaycanda o exception-la müəyyən bir, belə deyək də, çox flexibility olan qaydada idarə etmə əslində çox uzağa gedə bilməz. Niyə görə böyük şirkətlərin əsas təməl prinsipləri prosedurlardır, qaydadır. Misal üçün, şirkət adı çəkmək istəmirəm. Qlobal şirkətləri düşünün, hansı ki, Azərbaycanda işləyir. Yaxud da ki, Azərsel, madam ki, ikimiz də işləmişik, reklam sayılmaz da adını çəksək, növbə mədəniyyətini gətirdi kiosklarla. İnsanlar qəbul eləmək istəmirdilər, amma bu dəqiqə bir de facto standartdır da, de jure deyil, heç yanda tələb. Amma hamı gördü ki, növbəni necə normallaşdırmaq olar ki, adamlar gedib, belə dəstək kimi durmasınlar kiminsə qabağında. Gedirsən, kateqoriya uyğun nömrəni seçirsən, səni çağıranda sənin nömrəni gedib yaxınlaşacaqsan. Bu beynəlxalq standartdır və həmin o lean managementdən gəlir də. Harda bottleneck var,
onu araşdırmalıyıq. Tutaq ki, Ishikawa diaqramıdır, yaxud başqa bir şeylərdir, Paretodur, o birisi tapırıq o ağır yerləri, onu fiks eləyirik. Bu daha uzun müddətli bir seçimdir, uzun müddətli yoldur. Nəinki çox belə flexible olmaq, çalışıb hər şeyi düzəltmək. Orada isə bəli, startaplarda da belə bir şey var. Əslində startaplarda deyilir ki, ilk 100 müştərini tanımalısan, flexible olmalısan və s. Amma o bəzən də adamı hədəfdən yayındırır. Bir onu da gözünü açırsan ki, 5 müştərin var və onlardan qopa bilmirsən. Elə ancaq onlar üçün bir sistem yazan. Tanışdı, sən onlara onlar sənin xətrini istəyərək sənə feedback verirlər. Amma əslində real feedbacklər çox fərqlidir. Bəli. Yəni ona görə bir qədər əslində bizdə də belə bir mühit yaranır ki, qayda ilə işləmək istəyənlər belə deyək, qəbul olunmurlar və mühit onları qəbul eləmir, sistem onları qəbul eləmir. Burada qızıl orta var təbii ki. Mən özüm konsultasiya verdiyim hallarda belə formal yolların tərəfdarıyam. Amma o yavaş-yavaş olan keçidi tətbiq eləməkdə bəli, məcbur oluram ki, gəlin birinci bundan başlayaq, gəlin sonra buna keçək, gəlin sonra buna keçək. Çünki CEO-lardan tutmuş, adi menecerlərə, adi işçilərə qədər hamı böyük bir müqavimət göstərməyə hazırdır. Çünki heç kəs istəmir ki, məhdudiyyətlər olsun. Amma ilk nəticəni quick win görən kimi davamlı getmək istəyirlər. Camal, bəs bu universitetdə gamification-la öyrətmək nə dərəcədə düzdür? Yəni bu yanaşma ümumiyyətlə, çünki biz hamımız cavanlıqda oyunlar oynamışıq, sevirik də, yəni bu belə deyim, daha əyləncəli edir də. Yəni bu metodologiyanı seçmək daha düzgündürmü universitetdə? Yoxsa uşaqları yayındırır bu daha çox? Bu düzdür və lazımdır. Və bir şey ki, ümumiyyətlə trenddir, ondan imtina eləmək olmaz. Yəni ki, hamı o tərəfə gedirsə demək ki, yox, gəlin qaydaq kağızların üzərində işləyək. Bu düzgün deyil. Bizdə deməli Araz Yusubov, mənim həmkarım, bizim fakültədə bunu ilk eləmiş adamlardan biridir və hətta Amerikada olan konfranslardan birində bu barədə çıxış eləyib və nümayiş elətdirib. Onun çox gözəl capture the flag, belə maraqlı bir şeyləri var. Misal üçün, həftənin sualı var. Kim birinci suala cavab verdi, hər hansı bir point götürür. Yaxud da ki, gələn həftənin materialını görmək üçün hansısa suallara cavab vermək lazımdır. Ondan sonra o materiallar açılır. Burada hansı bir levelları keçmək var, hər hansı bir orada vizual effektlər də var. Ev tapşırıqlarında nəyisə eləyib onun nəticəsini bir sürpriz kimi görmək var. Və bu böyük bir, bayaq dediyim kimi, müəllimlik texnika deyil, həm də burada incə sənət hissəsi var ki, daim düşünmək lazımdır. Ki, necə eləmək ki, bunu uşaqlara uyğunlaşdırmaq olsun. Biz hal-hazırda, belə deyim də, sənin mövcud universitetdə, belə deyim də, mövcud ad universitetə əsasında danışırıq da. Bəs ümumiyyətlə digər universitetlərdə baş verən, yəqin ki, bilirsən, görmüsən, bəziləri kifayət qədər necəsə inkişaf edir, texnoloji baxımdan, bəziləri hələ də yeniliklər implementasiya etmir və s. Ümumiyyətlə, necə düşünürsən? Digər universitetlər, bütün Azərbaycanda olan universitetlər, sahəsi fərqi yoxdur. Mədəniyyət ola bilər və s. fərqi yoxdur da. Yəni, gimnaziyalar ola bilər və s. Yəni ki, bəziləri var ki, müğənni yetişdirir, bəziləri var ki, mühəndis yetişdirir, bəziləri var ki, onları bina tikməyə öyrədir və s. Bunlara universitetlərin nəyi etmələri mütləqdir. Yəni, misalda bir şərti deyə bilərəm ki, süni intellekti mütləq dərsliyə salmalılar. Lazımdırmı bütün universitetlərə? Ola bilər ki, bəli. Ola bilər ki, də yox. Yəni, olmazsa olmazı, indiki dövrə uyğun olaraq universitetlər nəyi implementasiya etməlidir? Mütləq. Birincisi, ən təməl müəllimdir. Yəni, IT və mühəndisliyi desək, bunu IT və mühəndislikdə dərs deyəcək adam, computer science-dən, IT-dən, mühəndislikdən PhD-si olan adamdır. Azərbaycanda çox az adam PhD-si var. Və bu olmadıqca AI olsun, olmasın, yəni müəllimin özünü tək industriyadan kimsə gətirib dərs vermək olmaz. Birincisi, qanunvericiliyə görə
magistr dərəcəsi olmayan Olmaz. adam dərs deyə Bəli, bilməz. bəli, Magistrlərə isə PhD-si olmayan adam dərs deyə bilməz. Düzdürmü bu? Düzdür. Düzdür. Əks halda təsəvvürə gətirirsiniz də, yəni 3-cü kurs tələbəsi hər kəsə dərs Amma deyə. misal da belə gedir. Şərti bir misal deyirəm də. İndi mən dəqiq bilmirəm. Misal olaraq Steve Wozniak'ın bilməm PhD-si var yoxsa yox. Misal deyirəm də. Bəli. Belə bir insandır. Yəni mən sadəcə Bəli. bir misal olaraq deyirəm ki, kim ki Apple-ın qurucularındadır, inanılmaz Bəli. elektronik və ya inanılmaz mühəndislərdən biridir də. Bəli. Öz dövrünün hətta üzərində hal-hazırda da işləyir. Yəni Bəli. geri qalmır. Ya bu insanın hansısa belə deyim də digər bir insandan hansı ki həqiqətən də PhD-si var və s. Bəli. uşaqlara dərs keçməsi daha məqsədə uyğun olmazmı? Ya sadəcə sual olaraq deyirəm. Bu qanunvericilik sualıdır təbii ki. Yox, Ola bilər ki, Amerikada ya ümumiyyətlə necə düşünürsə, yəni belə bir Wozniak yaxşı təcrübəli olan birisi. yaxşı nümunədir. Mən misal yenə də bir dənə çox üzr sözü kəsərəm. Yəni mənim əsas vurdığım məqam bilirsən nədir? Odur ki, yəni kim ki ümumiyyətlə belə deyim də heç layihə eləməyib və ola bilsin ki, bir layihədə mühəndis kimi işləyib, amma PhD-si var. Amma bir insan var ki, o boyda Apple-ı qurub inanılmaz sayda da yəni mühəndislik projelərində iştirak eləyib, amma bunun PhD-si yoxdur. Bəli. Yəni qanunvericilik qoyaq qırağa. Bu Steve Wozniak'ın uşaqlara verəcəyi töhfə çoxmu olar, Bəli. yoxsa digərinin? Təbii ki, çox olar, amma onun üçün o müəllim olmalıdır yoxsa yox. Vacib deyil müəllim olsun, gəlib mentor ola bilər. Niyə görə bunu deyirəm? Steve Wozniak yaxşı nümunədir. Gəlin indi baxaq, onu ilə eyni elmi dərəcədə olan, yəni elmi dərəcəsi olmayan nə qədər adam var. Hesab eləyin ki, hansısa universitet deyir ki, mən bütün mid developerları işə götürürəm, proqramlaşdırmadan dərs deyəcəklər. Yəni ola bilər ki, güclü proqramçılardır, ya senior developerları götürür, amma onların backgroundu nə qədər güclüdür. Yəni bunlar tələbəyə cavab verə biləcəklərmi, yoxsa yox, düzgün praktika qura biləcəklər, yoxsa yox, sabahla ayaqlaşa biləcəklər, yoxsa yox, sonra pedaqogikası var, yoxsa yox. PhD-ni keçəndə zaten bu adam həm elmi tədqiqat üzərində işləyir, həm dərs demiş olur, həm pedaqogika ilə məşğul olur, həm fəlsəfədən imtahan verir. Yəni bu 3-4 il olan yol universitet mühitində onu yetişdirir. Bizdə olan bu formal tələb də mənə elə gəlir ki, düzgündür. Yəni magistratura gəlmiş adam hesab eləyək ki, indi şirkətdə kimsə işləyir və istəyir ki, magistr dərəcəsini alsın. Kiber təhlükəsizlik üzrə misal üçün deyək, yüksək tələblərdən biri də bu dəqiqə çox tələbat var. Amma universitetdə gələn uşaqların, yəni bu artıq bizim ola bilsin ki, təbiətimiz belədir. Yəni bizim necə deyim, yanaşma tərzimiz elədir. Yəni sən baxırsan ki, sən magistratura misal gəldin, baxırsan ki, müəllimi kimi olacaq? Filan kəs müəllim də, şərti olaraq Məmməd müəllim. Məmməd müəllim kimdir? Bizdə professordur misal. Sadəcə bu uşağa yetmirdi. Amma ona deyəndə ki, misal olaraq bu şəxs, misal verirəm, şərti yenə də filan Apple şirkətinin filan departamentin kiber təhlükəsizlik üzrə müdürüdür. O deyir ki, hə, bundan öyrənməli məndə çox şey var. Yəni bu yanaşma... Amma dərs deyə bilməyəcək də, birisi ona o qədər vaxtı yoxdur axı. Müəllimin tək işi dərs demək deyil. Dərsdən sonra ev tapşırıqları hazırlamaqdır, onları yoxlamaqdır, uşaqlarla office hours var. Uşaqlar, yəni o adam o qədər vaxt ayıra biləcəkmi? Bizim sənayedə işləyən müəllimlərimiz var. Buna yarımştat demirik, adjunct faculty deyilir. Mən özüm ADA tam ştatlı qoşulandan əvvəl 3 semestr belə işləmişəm. Hazırseldə işləyə-işləyə ADA-da dərs deyirdim. Bu, yəni sən dediyin yola oxşar bir nəsə seçmişdilər ki, sənayedən olan bir adam gəlsin bizim tələbələrə ixtisas dərslərini desin. Amma tam o işin içinə girmək üçün o vaxt bəs eləmir və sənayedəki adamın işindən yayındırır. Yəni birinci sual odur ki, Wozniak o dərsi demək istəyərdi, yoxsa yox. Yəni, belə bir şey də var. Düzdür, razıyam səndən. O ayrı yükdür. Bəli, razıyam. Və ya da ki, universitetin pulu çatmazdı ona deməyə ki, onu tam oradan ayırsın. Bəlkə də. Bəzi yerlərdə, bəli, çox güclü müəllimlər gəlir, deyir, adjunct professorlar kimi deyirlər. Puluna baxmadan, Harvardın xeyli elə müəllimləri var, Stanfordda müəllimlər var. Professor of Practice-lər var ki, gəlirlər, o PhD-ləri yoxdur, amma ekskluziv olaraq onlara universitet verir onu, icazə verir ki, dərs desinlər. Müəyyən halda o ola bilər, amma kütləvi olmamalıdır.
Çox Camal, əslində çox maraqlı danışırıq. Sadəcə olaraq verilişin yavaş-yavaş sonuna gəlir. Mənim son 2 sualım var sənə. Birincisi, müəyyən müddətdən sonra, misal 10 il sonra universitetlər olacaqmı ümumiyyətlə? Çünki getdikcə, yəni vaxtı ikən biz universitet olmama ehtimalını heç düşünmürdük. Bəli. Bir müddət gedəndən sonra artıq Coursera, Udemy çıxanda gördük ki, sən demə onlar olmasa da qismən MIT-nin və s. özlərinin dərslikləri və s. var. Görürsən ki, sən nəsə öyrənə bilərsən. Bəli. Getdikcə YouTube və s. inkişaf etdi və kurslar da çox inkişaf etdi. Hal-hazırda artıq hətta şirkətlərdə belə deyirlər ki, səni hər hansı bir treyninqə öyrənməyə göndərincə platformalarımız var. İnanılmaz platformalar var. Hər bir sertifikatsan da belə orada keçə bilərsən. Gir, öyrən, orada cavab ver, sertifikatı al. Bu hələ hindidir. Bəli. Növbəti 10 ildə nə olacaq? Ümumiyyətlə universitetə ehtiyac olacaqmı? Məncə növbəti 10 ildə daha çox ehtiyacı olacaq, məhz bu gün baş verənlərə görə. Hətta onlardan başqa... Yəni oradan öyrənənlər o dərəcədə, belə deyim də, tam öyrənməmiş olacaqlar ki, bəli, o ehtiyac məlumat olacaq. artıq bəli, gecikmiş olacaq. Misal üçün, indi data science, 5 il əvvəl data science çox böyük bir texniki iş idisə, indi data science çox sadələşib. Hətta Yoxa doğru hətta yavaş-yavaş. Data science öyrənməyə bəzi hallarda elə tasklar var ki, Excel-i GPT-yə atıb və demək olar ki, burada filan heç demək lazım deyil hansı scoring elə, mənə denən ki, burada hansı asıllıq var, o onu eləyəcək. Yəni sənin sözünlə desək 5 il sonra nə baş verəcək, onu təsəvvür eləyə bilərik. Yəni dayaz öyrənmələr itib gedəcək. Və mən hər dəfə deyirəm ki, mən çox sevinirəm ki, indi belə bir dövrdə yaşayırıq. Çox yaxşı düşünən insanlara və bazası olan insanlara ehtiyac yaranacaq. Və ondan başqa kurslar da var. Hətta mənim bir yaxın dostum soruşmuşdu ki, mən qızımı sizin universitetə qoymaq istəyirdim. Bəlkə adi bir zəif universitetə qoyum, amma kursa getsin. Kurslar da eyni şey deyilir. Kurslar çox gözəldir. Azərbaycanda çox gözəl kurslar var. Çox gözəl insanları peşə üzrə hazırlayırlar. Amma universitetlə Coursera-nı, Udemy-ni, Khan Academy-ni, yaxud da ki, kursları müqayisə eləmək düzgün deyil. Onlar hamısı peşə məktəbidir. Yəni, köhnə dillə desək, gedib işıq çəkmək üçün monitör olmaq olar. Bunu peşə məktəbi verir. Yaxud da ki, qaynaqçı olmaq üçün universitet lazım deyil. Bunu peşə məktəbi verir. Şəbəkə administratorudur, bunu peşə məktəbi verə bilər. Web proqramlaşdırma peşə məktəbi verə bilər, data analitika peşə məktəbi. Amma computer scientist olmaq üçün mühəndis yanaşması, hansısa bir problemi kökündən həll eləmək, arxitektur düşüncə olmaq, bunun üçün universitet lazımdır. 4 il proqram. Bu bundan əvvəl gəlir, bu bundan sonra gəlir, bunun prerekviziti budur, bunu öyrənməlisən, bura keçməlisən, sonunda diplom işin olacaq, arada məqalə yaza bilərsən, ortada gedirsən internshipə, exchange-in var və s. və axır. Və bu çox vacibdir və buna ehtiyac görsənəcək. Yəni bunu süni intellekt eləyə bilməyəcək də. Yəni süni intellektə düzgün prompt verməklə mənə filan məhsulun arxitekturasını belə senior səviyyəsində düzəlt deməklə iş bitməyəcəkmi? Mən hal-hazırda hər iki tərəfdəyəm. Həm özüm arxitektura hazırlayıram, həm də təbii ki, LLM-lərdən də istifadə edirəm və mən o məhdudiyyəti görürəm. Bir də ki, bir şey ki, süni intellekt verəcək hamı üçün, deməli o sahədə rəqabət demək olar ki, olmayacaq, yəni hamı eyni. Bəli, orada ya da rəqabət çox böyük olacaq ki, nəyisə seçmək, yəni bunu hər kəs eləyir deyə unikallıq olmayacaq. Ona görə də bazaları bilmək çox vacibdir. Və kim ki o dərindən oxuyur indi, onlara böyük ehtiyac olacaq 5 il, 10 ildən sonra. Əla. Və son sual olaraq, universitet rektoru sabah olsan, nəyi dəyişərdin? Sırf sən oxuduğun, yəni sən dərs dediyin universitet nəzərdə tutub, ümumiyyətlə ölkədə olan... Vaxtında xilas elədin məni. Vaxtında düzəltdim sualı, bəli. Yəni, ümumiyyətlə ölkədə olan universitetlərdə nəyi dəyişərdin birinci? Yəni hansına ki görürsən ki, həqiqətən də ciddi ehtiyac var. Çünki bunu dəyişsək, gələcək nəsil uşaqlar daha professional olarlar, daha... Demək çətin, asandır, düzü. Yəni buradan təbii ki deyirəm və bu çox çətin bir şeydir, rahat olunan deyil. Birincisi müəllim, əgər kadrlar, dərs deyən müəllimlər kifayət qədər güclü deyilsə, yaxud çatışmırsa, onları xaricdəki Azərbaycanlıları, yaxud da ki ətrafda olan
kifayət qədər Azərbaycanlı kadrlar var ki, xaricdə dərs deyirlər. Onları geriyə cəlb eləyərdim. Yenə deyirəm, bu o qədər də asan deyil. Yaşlı müəllimlər var dövlət universitetlərində, bu sosial məsələdəsində. Amma nəyə əlim çatardı, maksimum güc verib sənayeni universitetə gətirərdim. Nəyin bahasına olur olsun. Yəni, sənaye bir qədər bunu başa düşməlidir. Bunu mən deməliyəm efirdə ki, yəni bir sənayenin akademiyaya verdiyi investisiya korporativ şənliyə verdiyi investisiyadan az ola bilməz. Müraciət. İnkişaf ancaq o halda olacaq və buna da onları inandırmaq lazımdır ki, bax bunu ver və nəticəni bugün gözləmə. Sən mənə denən ki, bu planşeta oxşar bir planşet qurum, təbii ki, çox gülməli şeylər düzəldəcəm. Amma bu 5 il sonra olacaq nəyinsə əsasını. iPad-in əsasıdır. Çin gözəl bir nümunə. Bugün gördüyümüz elektrokarlar 20 il əvvəlin, 30 il əvvəlin cəhdləridir. Oyuncaqlarıdır. Çox sağ ol Camal gəldiyinə görə. Çox sağ ol dəvətə görə. Görüş oldu və diskussiya oldu. İnnovator podkastının növbəti verilişlərində görüşənədək dostlar.